2004-cü ildə ərəblər şəhəri qazmağa başladılar və onlardan ilhamlanan Dubaylılar məşhur Palma adalarının inşa etməyə başladılar. Küveytlilər quru torpaqlarına kanallar çəkərək süni çimərliklər yaratdıkları halda Dubaylılar sahil boyu qumdan süni adalar yaradaraq yeni sahillər formalaşdırdılar. Nəticədə bugün Küveyt 250 min nəfər varlı insanı yerləşdirə bilən süni bir şəhər qurub və demək olar ki, hər evin qarşısında çimərliklər var. Hətta bu kanal şəhərində hələ də çoxlu boş ərazilər var və onların varlı şəxslər tərəfindən alınaraq yeni villalar inşa edilməsinə ehtimal edilir. Süni bir layihədən doğan şəhərdə iş yerlərinin və aktiv həyatın qurulması çətin olur. Bu ərazilər yalnız varlıların müvəqqəti istirahət üçün istifadə edəcəyi və daimi yaşayış üçün uyğun olmayan bir layihə təsiri bağışlayır. Üstəlik, gələcəkdə dənizdən gələn dalğaların yaratdığı təzyiqlər su basqınlarına səbəb ola bilər və bu ərazini tamamilə suyun altına sala bilər. Nəticə etibarilə Küveyt dünyanın ən zəngin neft ölkələrindən biridir və bu ölkənin mövcud sərvətlə gələcəkdə nələr edə biləcəyini heç kim təxmin edə bilməz.